Salam ərvatınız xeyir olsun, hörmətli tamaşaçılar. Slovakiyanın paytaxtı Bratislavadan canlı yayıma başlayırıq və mini futbol üzrə milli komandamız qrup mərhələsində ikinci oyuna çıxıb. Rəqib İtaliya seçməsidir. Və qrup mərhələsində ilk görüşdə minimal hesablı qalib gələn komandamız İtaliya komandası ilə görüşə də qələbə əfavuriyyəsində çıxıb, iddialı çıxıb. Komandamıza uğurlar arzulayırıq. Qırmızı formada çıxış edir. Futbolçularımız ənənəvi mavi formada isə İtaliya milli komandasının üzvlərini görürsünüz. Qapıcı Ağaseyid Qasımovla bugün Elşad Quliyev başlamağa uyğun gördü və bugün məhz Elşad Quliyev Ağaseyid'e oynama imkanı yaratmaz. Onun ötürməsə hətta bu zərbə edəmə İtalyanlar topu uzaqlaşdırırlar. Milli komandamız Avstriya'la görüşdə rəqibin ciddi müqaməti ilə üzləşməsinə baxmayaraq İsa'nın vurduğu gol sayəsində əla bir gol vurdu, qələbə qazandılar. İndi isə qapı qarşı ötürə top və gol! Əla bir başlanğıc, əla bir başlanğıc artıq ikinci dəqiqədə milli komandamız hesab açır. Bu epizoddan təkrar görəcək yaxşı təşkil olunmuş hücum idi və bu hücumu da golla tamamlamağı bacardı Kənan Mirzəliyev. İkinci dəqiqədə artıq milli komandamız hesab açır. Əla bir başlanğıc və favorit olduğunu bir daha da göstərir Azərbaycan milli komandası. Rəvan Kərimov vurdu bizə, amma Kənan Mirzəliyevə yaxın planı göstərmişlər. Rəvan Kərimov qolun müəllifidir. İkinci dəqiqədə əla bir təşkil olunmuş hücumu dəqiq tamamlamağı bacardı milli komandamız. İtaliya millisi komandamız üçün uğurlu rəqiblərdən sayılır və bundan əvvəlki Avropa çempionatında da eyni qrupda qərarlaşmışlar. Demək olar ki, qrupdakı rəqiblər uyğun idi. İtaliya, Fransa və Belçika idi. Hal-hazırda da İtaliya, Fransa və Avstriya var. Avstriya millisi artıq məğlub edilib. İtaliya millisi ilə görüşdə də ikinci dəqiqədə komandamız hesabda önə keçimin yaxşı bir hücum qapıya. Yenə də zərbə. Az qala ikinci topu artıq 2 dəqiqəli bir fasilə ilə rəqib qapısından keçirə bilərdi milli komandamız. Burada topun qarşısını kəsirlər. Rəvan Kərimov imkan vermədi. Hesab açan futbolçu. Erkən bir golla başladıq. Ötən Avropa çempionatında da bu rəqibi darmadağın etmişdi. 5-0 hesablı bir qələbə qeydə alınmışdı. İkinci tura təsadüf edirdi həmin görüş və həmin görüşdə də komandamız 5-0 hesablı qələbə qazanmışdı. Ümumiyyətlə hər 3 oyunun üçündə də qalib gəlmişdi. Bundan əvvəlki Bosniya və Hersegovinada keçirilən Avropa çempionatında bu qrup mərhələsindəki rəqiblərə qarşı və qrupu lider başa vurmuşdu komandamız və dünya çempionu kimi yollandığı qitə yarışında da yenə də milli komandamızın əsas hədəfi məhz qrup liderliyidir və bunun üçün də bütün oyunlarda qalib gələrək qrup lideri kimi play-off'a adlamağa çalışır Elşad Quliyevin komandası. Ağaseyid Qasımov qapıya zərbə indi burada dəf etdi. İtaliyanın 5 nömrəsi Yuri Bakoli. Məhz epizodun təkrarını izləyir. Yuri Bakoli zərbənin qarşısını kəsdi. Geri oynayır, qapçımızla oynayır. Erkən hesabın açılması komandamızı daha təmkinli oynamağa adar edir, amma onsuz da ilk dəqiqələrdən, ilk saniyələrdən milli komandamızın üstünlüyü göz oxşuyur. Təbii ki, İtaliya millisi ilə görüşdə açıq-aşkar komandamızı qapıya yerləti zərbə, təkrar zərbə olacaq mı? Topun qarşısını kəsməyə çalışırlar, amma milli komandamız həmlərini davam etdirir. Keçirdi topu Kənan bir qədər də geriyə. Xəlilov topu özündə saxlayır. Tam olaraq geriyə çəkilməyə məcbur edib İtaliya millisini, milli komandamız fikir verin. Mərkəz xəttini belə keçməkdə çətinlik çəkirlər. Erkən qolun ardından daha bir qol vuraraq rəqibin müqavimətini daha da qırmağa çalışır. İndi sağ üçün atan qapı önünü ötürmə olacaq ama yaxşı keçdi. Qapıya zərbə bir qədər qüvvətli idi. Kənan Mirzəliyevin zərbəsi, amma top qapının üstündən keçir. Ağaseyid Qasımovla mübarizəyə başlaması və onun da oyuncu qapçı kimi tez irəli çıxması ilə öz bəhrəsini ilk dəqiqələrdən verdi. Elşad Quliyev mətbuat konferansında da bildirmişdi ki,
dünya çempionu kimi çıxdığımız görüşlərdə rəqiblərimizin bizə qarşı motivasiyası daha da artır. Avstriya ilə oyundan sonra keçirilən mətbuat konferansında yeni hücum modellərindən, yeni belə deyək, hücum kombinasiyalarından təşkil edilən söz açmışdı baş məşqçi və elə bunu da elə bu görüşün ilk dəqiqələrində şahidi olduq ki, komanda irəli atıldı və ilk hücumundaca topu rəqib qapısından keçirməyi bacardı. İddiasını ortaya qoydu. Hal-hazırda dünya reytingində ilk pillədə qərarlaşıb milli komandamız. Qapı qarşısına ötürülən top elə də təhlükə yaratmadı. Altdan birbaşa qapıçıya top gəlib çatdı. Ümumiyyətlə, Milli Futbol Federasiyasının qısa zamanda gördüyü iş sözün əsl mənasında göz qamaşdırır. Komandamız Avropa çempionu oldu. Elə məhz bu ölkədə, Slovakiyada. Düzdür, şəhərlər fərqli idi. Koşitsədə keçirilən bir yarış idi və tarixində ilk dəfə Avropa çempionluğu məhz Slovakiyada qazandı. İndi isə Koşitsədən daha böyük bir şəhərə, Bratislavaya paytaxta gəliblər və Bratislavada bu ölkəni ikinci dəfə qitə çempionluğu kimi tərk etməyə arzusundadır. Milli komandamız və nəzərə alaq ki, artıq dünya çempionu statusu daşıyır və dünya reytingdə ilk pillədədir. Qapıya qüvvətli zərbə, top qapının üstündən keçir. Ramil Çovdarov, dünya çempionatının ən yaxşı oyuncusu seçilmişdir Ramil Çovdarov. Əla, oyun qurucusudur. Elə yeri gəlmişkən onu da qeyd edim ki, Bakıdakı dünya çempionatındakı yüksək səviyyəli təşkilatçılıq bu Avropa çempionatının təşkilatçılarına da yaxşı mənada təsir göstərir. Bundan əvvəlki Avropa çempionatlarına baxdıqda bu dəfə Bratislavadakı yarışın təşkili Bakıdan götürülən bəzi nümunələrlə diqqət çəkir. Həqiqətən də Bakı öz təşkilatçılığı ilə də digər ölkələrə nümunədir və bunun izlərini bugün biz Bratislavadakı yarışın təşkilində görürük. Koşitsa ilə müqayisədə Bratislavadakı yarışlar daha yaxşı təşkil olunub. Təbii ki, komandaların da daha güclü heyətlə gəlməsi və mini futbola dünyada, belə deyək, dünyada mini futbol artıq bu yaxşı təşkilatçılığa görə bir qədər istənilən səviyyədə komandalarını gücləndirərək gəlir. Bunun bariz nümunəsindən biri ötən gün məğlub etdiyimiz Avstriya komandasıdır ki, bir xeyli güclənmişdi və dünya çempionu olan milli komandamıza qarşı da layiqli, belə deyək, bacardığı qədər mübarizə apardı. Heyətdə bir sıra yeni futbolçular gözə dərdiyində cinah boyu hücum qurmağa çalışır milli komandamız. Bir qədər presingdən yaxın qurtarmaq üçün geri oynayırlar. Qasımov topu qəbul edir. Ramil Çovdarov boş mövqedədir. Yaxşı ki, burada səhvə yol vermədilər. Ramiz boş mövqedə olan komanda yoldaşını yaxşı gördü. İrəlidə tez-tez var gedən isə Atayev var. Onun çox qüvvətli zərbələri var. Avstriya ilə görüşdə onun şahidi olduq. Burada üzünə zərbə aladı və hakim görüşü saxladı. Yeri gəlmişkən görüşdə əsas söz sahibi Sloveniyalı Aleš Müllerdir və ona Türkiyəli Sərdal Uyğun, Moldovalı Katalin Pijini və Rumun Tomaş Sikora da yardım edir. Dörtlü hakim briqadası məhz bu şəkildədir. Rəsmi xəbərdarlıq edilir İtalyalı futbolçuya Isaac Lucas Ribeiro. Walter Ferrara'nı yaxın planda görürsünüz. İtalya milli komandasının baş məşqçisidir. Lucas Ribeiro'nun da sarı vərəqə ilə cəzalandırdığı subtitrla göstərildi. Canlı sətti qururlar. Görək bu dəfə hansı bir yenilik edəcəyini. İsa Atayev ötən gün əla bir gol vurmuşdu. Qüvvətli və dəqiq zərbələri var. Atayev ötürməklə başladı, amma səhvə yol verdi. Ramil Çovdarovu düşünmüşdü. Milli komandamızın prestingi topu aldı. İrəliləyirlər. Qapı istiqamətində boş olan komanda yoldaşını axtarırdı, amma ötürmə verməyə imkan vermədi Yuri Bakoli. Onun qarşısını kəsdi. Ramil istiqamətini ötürmədə bir qədər səhvə yol vermişdi komanda yoldaşı. Amma hər şeyi yaxşı qurtardı və dərhal da Ramizlə başlayır. Qapıya zərbə! Qapıcı dəf edir, amma hakim üstünü səsləndirmişdi. Epizodun təkrarını izləyir İtalyalı Marco Vasquelio. Komandanın həm kapitanı, həm qapıcısıdır. Vasquelio onlar da artıq bir qədər risk etmək məcburiyyətində səhvə yollarda. Qapı boşdur. Təkrar zərbə olacaq, topu ələ keçirdi. Xətai Bağırov, xətai türmədə keçmədi. İlk cəhətində topu boş qapıdan keçirməyə çalışdı, amma yenə də Yuri Bakoli orada topun qarşısını kəsdi. Qapı boş idi, amma topu qapıdan keçirə bilmədilər.
Səhv həyatda qaldılar. Vaskelo'nun irəli çıxması onlara az qala baha-başa gələcəkdir. İndi əvəz etmələr hazırlaşır. Meydana daxil olmaq üçün meydanın kənarında gözləyir. Fürsət tapan kimi 5 futbolçu birdən meydana daxil olacaq. Ramiz Çodarov, Ramiz rəqibini keçməyə çalışır, amma topu özündən bir qədər irəli buraxdı. 2-7 nömrənin mübarizəsində topu Davide Krentova ələ keçirir. Bir qədər də geri oynadılar. Seyid Qasımov. İtaliya millisi indi bir qədər irəlidə pressing tətbiq edir. Hələ ki, meydanın kənarında olan futbolçularımız oyuna qoşulmayıblar. Ramiz Çodarov İsa Atayevlə oynayır. Bir qədər. İkinci dəfədir ki, belə bir diqqətsizliyi var, amma bu dəfə İsa Atayev daha cəld reaksiya göstərdi. Bir qədər diqqətli olmaq lazımdır. Seyid Qasımov vardı. İsa Atayev səhvə yol verir. Azlıqda yaxladı İtalyanlar. Yaxşı qurtardı hər şey milli komandamız üçün. İsa Atayev, Ramiz Çodarov bir-birlərini ötürmədə ikinci dəfədir ki, belə bir diqqətsizliyə yol verdilər. Və Lorenzo Canali topu ələ keçirə bilmədi. Dərhal başlayırlar ötürmək, keçmədi. Yenə də İtaliyanın 7 nömrəsi Davide Krentova topun qarşısını kəsir. Kenan Mirzəliyev kənarda da oyuna girmək üçün fürsət gözləyir. Və Kenan özü elə topu oyuna daxil edir. Birbaşa qapı qarşısına topu sinəsində çox yaxşı saxladı. Daban ötürməsi də alınmışdı, amma bu dəfə istifadə edə bilmədilər. Görək qapıya zərbə olacaqmı? Blokladılar. Həsən imkan vermir. Özünü topun önünə atdı. Ruzigar İbrahimzadə. 2 verin və topu da yan xəttdən çıxarır. Rəvan Kərimov orada hətta qayda pozuntusuna da işarə edir və hakim də bu qayda pozuntusunu qeydə aldı. Yenidən Qasımov mərkəzlə oynayır. Cinaha Kərimov. Rəvan Kərimov xüsusilə hücumların rengarəng qurulmasında yaxınlaşdıraq edir. Rəvan hesab asanda məhz odur. Kənan ötürmə yaxşı alındı. Çevrilib zərbə indirmək olar, amma bir qədər fərqli qərar qəbul etdi. Ötürmə etmək istədi, amma orada da qayda pozuntusu var. Məhəmməd Xəlilov, Rəvan Kərimov və burada yekunda Rəvan. Məhz onun hərəkətini hakim qayda pozuntusu kimi qiymətləndirir. Amma qeyd etdiyim kimi Rəvan Kərimov elə ilk dəqiqələrdən rəngarəng hücum təşkili ilə diqqət mərkəzindədir milli komandamızın heyətində. İtalyanlar sol cinahdan hücum qurmağa çalışırlar, amma hər şey futbolçularımızın nəzarətindədir. Burada Məhəmməd Xəlilova qarşı qayda pozuntusu qeydə alır hakim. Qasımov yenidən qapçı ilə oynayır. Ruzigar İbrahimzadə boş idi, mərkəzlə oynamaq qərarına gəldilər. Samir Əmzəyev, o da bir növbə geriyə oynayır. Kərimov yenidən topu Rəvan ötürürlər. Bir qədər sərt, aqressiv mübarizə aparmağa başladı İtalyanlar. İndi bir qədər oyunu tempini aşağı salaraq hücum qurmağa çalışır milli komandamız. Top yenidən futbolçularımızda qalır. Kenan Mirzəliyev mərkəzə doğru ötürülən top. Rəvan Kərimov zərbə mövqeyinə çıxmağa çalışırdı. Ötürmə amma alınmadı. Toxunuş da yox idi və Bakoli orada topa nəzarət edirdi. Bundan əvvəlki qeyd etdim Avropa çempionatında 5-0'lı məğlubiyyət var idi. İtaliya millisi ilə oyunda İtalyanları 5-0 hesabı ilə darmadağın etmişdi komandamız. Amma bu dəfə oyundan qabaq İtaliya milli komandasının məşqçisi müsahibəsində heyətlərinin daha da güclənərək gəldiyini, bu Avropa çempionatında bir qədər iddialı olduqlarını bildirmişdi. Amma ilk dəqiqələrdən komandamız elə qol vuraraq onların bir qədər mübarizə əzmini qırdı. Və indi ikinci top axtarışındadır komandamız. Kenan Mirzəliyev. Kenandan mərkəzə doğru ötürülən top. Rəvan Kərimov topu saxladı. Rəvan qapısı boşdur. Rəvan Kərimovun zərbəsi təhlükəli idi. İkinci qolunu vura bilərdi Rəvan Kərimov. Kiverin bir hərəkətlə rəqibi özündən kənarlaşdırdı. Qapı qarşısına ötürülən top. Yenə də Rəvan Kərimov. 15 dəqiqə ərzində meydanda ən yaxşılardan biridir Rəvan Kərimov. Çətin bir vəziyyətlə topu qapıya istiqamətləndirir. Və hələ ki İtalyanların
Kapitan qapıçı yaxşı oynayır. Ötürmə ilə başladılar. Növbəti ötürmə olacaq ama bir qədər gerdən qapıya zərbə və yenidən ikinciden zərbə təyin olunur. Marco Vasqueiro ardarda 2 dəfə komandasını qoldan xilas edir və Rəvan Kərimovun bu dəfə fərqlənməsinə imkan vermir. Qapıya ötürülən top amma heç kəs toxuna bilmədi. Boşluğa fikir verin. Boş buraxmışlar amma bu epizodda Məhəmməd Xəlilov topa toxuna bilmir. Təəssüflənir, əlbəttə. Təəssüflənəcək bir məqamda həqiqətən çox yaxşı ötürülmüş bir top idi. Fikir verin, boşluğa fikir verin. İtalyanlar bunu gözləmirdi. Heç kim ona nəzarət etmirdi amma Xəlilov bir qədər gecikdi. Elşad Quliyevin ötən gün mətbuat konferansında verdiyi açıqlamalar biz bu gün bu oyunda onun canlı şahidi olur. Həqiqətən də fərqli kombinasiyalar, fərqli hücum modellərindən istifadə edəcəyini bildirmişdi və baş məşqçinin oyununda etdiyi dəyişikliklər göz oxşuyur. Komandamız bir-birindən fərqli rəngarəng hücumlarla rəqibi çaşbaş salıb müdafiə olunmaqda çətinlik çəkirlər. Halbuki müdafiə dedikdə ilk ağla gələn komandalardan biri məhz İtaliya futbolçularıdır. Amma artıq onlar da komandamızın hücumları qarşısında çaşbaş qalıblar. Zərbənin, hücumun necə təşkil olunacağını bilmirlər. Bir sözlə zərbənin hardan gələcəyini təxmin edə bilmirlər. Növbəti ötürmə bu dəfə toxunuş olmadı. Toxunuş olmadı. Qapısına doğru sıxışdırıb İtaliya millisini. Milli komandamız ötürülür. Cinah boyu ötürülən top. Dərhal ikili pressing və dərhal da topu rəqibdən aldılar. Amma yenə İtaliya futbolçusu topu özündə saxlamağı bacardı. Pietro mərkəzli oynayır. Qapıya zərbə elə də təhlükəli deyildi. İsa Atayev topun qarşısını bloklayır. Və yenidən İtaliya millisini geriyə çəkilməyə məcbur edirlər. Talih Babayev də orada pressing edən futbolçudur. Yenə də pressing, yenə də kapitan qapıçıya kimi top gəlir və top da yan xətdən çıxdı. 18 dəqiqə ərzində ekranlarda gördüyünüz Marco Vasqueiro'nun sayəsində hesab daha böyük hesaba. Fərq daha da böyük hesaba çatmayıb. Onun 2 kritik seyvi var deyə bilərik indi. Müdafiədə boşluq var görə İtaliyanın bu hücumunun qarşısını necə kəsməyə mümkün olacaq? Bəli, mümkün oldu. Lorenzo Canali ikinciden zərbəni yerinə yetirəcək. Hücuma bir qədər çox alid olmuşdur və müdafiədə bir qədər boşluq verdi milli komandamız amma yenə də bu müdafiədə son anda özlərini yetirdilər və təhlükəni sovuşturmağa bacardılar. Canalinin ikinciden zərbəsi isə bir nəticə vermədi. Ramil Çovdarov. Said Qasımov. Yenidən Ramil Çovdarov boşluğa fikir verin. Yaxşı boşluğu gördü Ramil Çovdarov. Çovdarov keçdi rəqibini. Çovdarov ötürmə. Bir qədər geridə qaldı. Bu epizodda Xətay Bağırov xətayını düşünmüşdü Ramil Çovdarov amma bu hücumdan bir şey hasıl olmadı. Amma çox maraqlı, rəngarəng bir hücum kombinasiyası izlədik komandamızın ifasında. Qasımov topu uzaqlaşdırırlar. Topa çatdılar və indi topa ələ keçirmək mümkün olmadı. Top da yan xətdən çıxdı. Əsl çempionlar layiq bir futbol, fərqli oyun tərzi ilə rəqibi üzərində üstünlük quran bir oyun izləyirik milli komandamızın ifasında. Və hissənin sonuna doğru komandamız təzyiqi bir qədər də artırıb. Qapı qarşısına ötürülən top heç kim yox idi. Həmin zonada topa çatacaq. 19-cu dəqiqə. Minimal hesablı üstünlüyü var. Rəvan Kərimovun vurduğu qol sayəsində milli komandamız artıq elə ikinci dəqiqədə istəyinə nail oldu. Vasqueiro topu qüvvətli zərbə ilə irəli vurur. İrəli xəttdə də pressing artıq İtalyanların oyun qurmağına da imkan vermir futbolçularımız. Qasımov. Yenidən qapıçısına göndərdi. Said Qasımov mərkəzlə oynayır. Çovdarov topu saxlayır. Digər istiqamətə yönləndirdi. Cəfər Cəfərov da geriyə. Yenidən Qasımov. Ramil Çovdarov. Hücumun istiqamətini dəyişmək istəyir amma komanda yoldaşı həmin zonaya özünü çatdıra bilmir. Talih Babayev düşünmüşdü amma bir qədər ötürmə bərk alındı. Dərhal altdan başlayır İtaliya milli komandası amma hakimi fiti səslənir. Oyunu saxladı. Ramil Çovdarov top oyuna daxil edəcək.
Komanda üçün yaxşı gördü. Boşluğu var, amma zərbə alınmadı. Rami Çovdarovun qüvvətli zərbəsi top qapının üstündən keçir. Yaxşı fürsət idi. Fasiləyə yaxın daha bir qol vuraraq rəqibin bütün ümidlərinin üstündən xətt çəkmək olar. Pressing var. İndi görə top almaq mümkün olacaq, amma kiçik bir məsafədən çıxmağa çalışır İtaliya millisi, amma sadəcə topu irəli vurmaqla kifayətləndi. Yuri Bakoli heç cür o zonadan ötürməklə çıxa bilmədilər. Rəvan Kərimov top istəyirdi. Görə indi bu hücumu necə başlayacaqlar? Kənan Mirzəliyev sağ cinahda boşdu. Rəvan. Rüzgar İbrahimzadə onun yanındaydı. Seyid Qasımovla oynayırlar. Qasımov. Kənan bir qədər də geriyə. Yenə də mərkəz xəttə kimi gəldi. Önü boşdu. Qapıya zərbə endirmək olar. Top qapının üstündən keçir. Önü boş idi. Çox geriyə çəkildi İtaliya futbolçuları və qapıcı da bunu dəyərləndirməyə çalışdı. Dərhalda irəli göndərir Vasqueiro, amma burada futbolçularımız düzgün mövqe seçiblər. Rüzgar İbrahimzadə də oradaydı. Top aldı Rəvan Kərimov və qayda pozuntusu var. İlk epizodda artıq qaydanı pozmuşdu İtalyanlar. Yaxın planda da görürsünüz Gabriele Natali. İtalya milli komandasının yerində ən çox diqqət çəkən futbolçulardan biri idi. Öz oyunu ilə deməzdim, sadəcə görünüşü ilə bir növ Filippo Inzaghi'ni xatırlatdığı üçün Natali yerli publikanın ən sevimlilərindən biridir, deyə bilərək. İtalya milli komandasının 9 nömrəsi sadəcə görünüşünə görə. 22 yaşlı futbolcu. Amma oyunu ilə elə də bir diqqət çəkən hələ ki bir oyun ilə. İlk turda da görmədik, bu qarşılaşmada da milli komandamız açıq-aşkar rəqibindən üstündür. Rəvan zərbə mövqeyinə çıxmağa çalışır, amma bir anlıq diqqətsizliyi topu ondan aldılar. Romanya, yenə də top Rüzgar İbrahimzadədə qalır. Qasımov yerlə ötürür, amma hakim oyunu saxladı. İtaliya millisinin üzvü yıxılmışdı və bu epizoda görə görüşü saxlayır. İlidə Romanya yıxılan futbolçudur. 23-cü dəqiqə, fasiləyə az qalır. İkinci dəqiqədə Rəvan Kərimovun vurduğu qol sayəsində komandamız üstündür. Birinci hissədə və fasiləyə üstün yollamağa çox yaxındır. Rüzgar İbrahimzadə topu geri ötürdü. Məhz burada Romanya özü rəqibin ayağı ilə toqquşmuşdu və bu toqquşmada yüngül zədə oldu. Elşad Quliyev, komandamızın baş məşqçisi, Avropa və dünya çempionu, komandamızın uğurlarının əsas memarlarından biri. Kənan ötürmə mərkəzə, Rəvan Kərimov, Rüzgar İbrahimzadə geri oynayır Kərimov. Kərimov, pressing vardı, bir qədər geriyə Qasımov. Fasilə ərəfəsində İtalyanlar bir qədər fəallaşdılar, amma topu özlərində saxlaya bilmədilər. Rüzgar İbrahimzadənin cinah dəyişdirərək götürməsi alınmadı. Kənan Mirzəliyev topu özündə saxlayıb irəliyə bilmədi Samir Həmzəyev. 24-cü dəqiqədir. Marco Vasqueiro onun sayəsində ən azından qapısını 2 dəfə Real təhlükədən, Real qoldan xilas edib. Hər ikisində də Rəvan Kərimovun zərbələri çox təhlükəli olmuşdu. Marco Vasqueiro mərkəzə kimi irəliləyir, topu ötürür, amma geridəyik. İtaliya milli komandasında anlaşma səviyyəsi ilə də yaxşı deyil. Və milli komandamız bundan maksimum istifadə etməlidir. Ötürmə yaxşı alındı. Fasilə ərəfəsində daha bir qol gələcək, amma alınmadı. Yaxşı düşünmüşdü Samir Həmzəyev, amma son anda top İtaliyalı futbolçuya deyərək meydandan çıxır. Pietro Portinari. 25-ci dəqiqədə 2 zərbəsilə başladılar. Növbəti zərbə yenə də bloklandı. Gabriele Natali topun qarşısını kəsir. Kənan Mirzəliyev yenə də qapı qarşısına ötürülür Rəvan Kərimov istiqamətinə, amma topa istədiyi kimi toxuna bilmədi Rəvan. Out. İtaliya millisinindir. İlidə Romanya. Vasqueiro. Marco Vasqueiro. Topu qüvvətli zərbə ilə irəli göndərir. Burada da yenə də Rüzgar İbrahimzadə ilk olaraq topunu qarşılayır və onu da uzaqlaşdırmağı bacarır. Məhz bu futbolçu Gabriele Natali 9 nömrəli İtaliyalı millisinin üzvüdür. Yaxın planda göstərdilər. Milli komandanın heyətində ən çox diqqət mərkəzində olan futbolçudur. İtaliya millisindən söhbət gedir. Ötürmə mərkəzə.
Fasilə ərəfəsində son hücumu qurmağa çalışırdılar, amma yenə də topu uzaqlaşdırmağa bacardılar. Növbəti hücum olacaqmı? Samir Həmzəyev ötürdü. Sağcına sürətlə irəliyən var. Qapı qarşısına ötürmə saxladı. Zərbə üçün fürsət var. Amma oyunu bitirdi hakim. Rəvan Kərimov etiraz edir. Zərbə mövqeyinə çıxdığı anda görüşün hakimi oyunu saxladı. Bratislava'da olan soydaşlarımız yaxın planda ekrana gəlir. Onlar ötən gündəki qarşılaşmada da komandamızı dəstəkləmək üçün arenadaydılar və bu gün də öz yerlərini alıblar. Ötürmə ilə başlayıb, indi görək bu Vüsal İsayev. Qapçı ilə oynayır, üzerindən topu Vüsala göndərirlər. İkinci hissədə necə təsir başlayacaq? Milli komandamız ilk hissə başlayan kimi qol vurmağa nail oldu. İndi ikinci hissədə eyni uğuru təkrar etməyə çalışır. Vüsal bir qədər də qeyriyə qapçı ilə oynamağa başladı. Hücum qurmağa çalışırlar. Vüsal İsayev. İtaliya millisi yalnız bir futbolçu ilə pressing tətbiq edir. Vüsal irələməyə çalışdı. Mərkəzdə qapıya zərbə olacaq ama top özündə çox yaxşı saxlayır. Ötürmə oldu. Qapı qarşısına amma bir qədər anlaşmazlıq. Eşkin Tağiyevi zərbə mövqeyinə çıxarmağa çalışırdı milli komandamız. Burada isə bir-birlərini başa düşmədilər. Xətai Bağırov orada səhvə yol vermişdi. Son anda topu qapıdan uzaqlaşdırır Mehdi Rzayev. Gabriele Natale diqqət mərkəzindədir, amma Mehdi son anda topun qapıdan keçməsinə imkan vermədi. Hücum xəttində Xətai Bağırovun ani diqqətsizliyi az qala qolla nəticələnəcəkdi, amma bu epizodda Mehdi Rzayev yaxşı oynadı. Mərkəzə doğru ötürülən top, pressinglə topu olmağa çalışır milli komandamız. Yenə də komandadaşına ötürmədə səhvə yol verdilər və təhlükəli bir mövqedən cərimə zərbəsi vurma hüququ qazanır İtaliya milli komandası. Bir qədər diqqətli olmaq lazımdır. Vüsal İsayevi yaxın planda gördünüz. İndi İtaliya futbolçuları cərimə zərbəsi yerinə yetirmək üçün bir-birlərlə məsləhətlər edirlər. 3 futbolçu var. Gabriele Natale oradadır. Yuri Bakkole və 12 nömrəli futbolçu Lorenzo Canali'ni görürsünüz. Seyir Qasımov isə canlı səddi qurur. Ötürmə ilə başladılar. Zərbə, qapı dirəyi. Bəxtimiz gətirdi, amma tək elə həmişə belə epizodlarda bəxtimiz gətirsin. Təhlükəli bir zərbə idi. Top qapı dirəyindən geri qayıdır. Vüsal İsayev, İtaliya milli komandası ikinci hissədə bir qədər preslə başladı. Xətainin ötürməsi yenə də səhvə yol verdilər. Xətai Bağırov əllə oyunu işarə edirlər, amma hakim davam dedi. Hər hansı bir əllə oyun yoxdur deyir. Eşkin Tağiyev bir qədər də geriyə. Mehdi Rzayev. Çovdarov. Ramiz Çovdarov. Qapısının da boş mövqeyə açılmasını istədi. Mehdi Rzayev, Ramiz Çovdarov. Ramiz irəliyə doğru ötürülən top yaxşı saxladılar. Çevrilib zərbə üçün fürsət axtardı. Xətai Bağırov. Xətai Bağırov top özündə saxlaya bilmədi, amma out. Milli komandamızı da. %29-cu dəqiqə. Ötürmə ilə başladılar. Qapıya zərbə alınmadı. Ramiz Çovdarov top milli komandamızda qalır. Yan xətdən çıxmasına imkan vermədi. Görək necə olacaq. Qapı qarşısında ötürülən top. Yenə də İtaliyalı qapçı yaxşı oynayır. Kapitan artıq neçənci dəfədir ki, komandasını qoldan xilas edir. Əksəmli olacaq İtalyanlar üçün. Burada isə Seyid Qasımov. Əhsən özünü zərbənin önünə atır və topun qapıya yetməsinə mane olur. 29-cu dəqiqədə. Bir dəqiqə fasilə ilə hər iki qapı qarşısında təhlükəli vəziyyət yarandı və hər iki qapçı yaxşı oynadı. Askel ardınca isə Qasımov burada isə topun qarşısını blokladılar. İndi əksəmlə 2-2 əldə edib milli komandamız Eşkin rəqibini keçməyə çalışır. Əla bir ötürmə Vüsal İsayev! Vüsal İsayev 2-0! 30-cu dəqiqədə əksəmləni əla zərbə ilə tamamladılar. Təbii ki, burada Eşkin Tağiyevin ötürməsi. Eşkinin ötürməsi və Vüsal İsayev hesabı 2-0 edir.
ümidlenen İtalya milli komandasının ümidlerini içe indirmeye bacarırlar deyə bilərik. İkinci hissəyə bir qədər fəal başlamışdı İtalyanlar. Xüsusilə Marco Vasquez kanalda gördüğünüz bu qapçı arda sevlər edildi ama Vüsal İsayev ikinci topu. Milli komandamızın ikinci golunu vurur Vüsal İsayev. Və artıq hesabı 2 qatdır. Əsas hədəfləri milli komandamızın əsas hədəfimiz belə deyək, qrupda lider olmaqdır. Son oyunu Fransa kollektivi ilə olacaq. İlk oyunda Avstriya ilə görüşdə minimal hesablı qələbə və bugün Avstriya millisi Fransa seçməsini uduzdu. İndiki məqamda fransızların 4 xalı var. Milli komandamız qalib gələrək play-offa vəsiqəni təmin edəcək və son oyunda da Fransa yığması ilə görüşdə qrup liderliyi üçün mübarizə aparacaq. Həmin qarşılaşmada bir xal da bəhs edir, amma bütün oyunlarda qələbə üçün meydana çıxır. Dünya çempionları, dünya reytinginin zirvəsində qərarlaşıb milli komandamız. Həqiqətən də Mini Futbol Federasiyasının qısa zamanda gördüyü iş göz qamaşdırıcı bir işdir. İndi qapısı özbəz qalmışdı. Bu hücumu görə necə yekunlaşdıracaqlar? Top yan xətdən çıxır. Bəli, Mini Futbol Federasiyasının qısa zamanda gördüyü işlər komandamızın ard-arda tarixi zəfərləri mini futbola olan marağı da artırdı. Eləcə də ölkə çempionatının təşkili, mini futbolun yayımı, təbii ki burada İdman TV-nin də öz əməyi var. Oyunlara canlı yayımlayaraq ölkə çempionatı olsun, istər beynəlxalq yarışlar olsun, dünya və Avropa çempionatlar olsun. Və reportajın əvvəlində də qeyd etdim. Dünya çempionatının Bakıda təşkili, təşkilatçılıq baxımından da Mini Futbol Federasiyası, həm Dünya Mini Futbol Federasiyasını, həm Avropa Mini Futbol Federasiyasını yaxşı mənada nümunələr götürməyə vadar etdik ki, və biz bunu bir daha təkrar edirəm ki, indiki məqamda, Bratislavdakı futbolun Avropa çempionatının təşkilində Bakıdakı təşkilatçılığın izlərini görürük. Əvvəlki illərlə müqayisədə daha yaxşı təşkil olunub Avropa çempionatı. Ümumiyyətlə də Slovakiya bizim üçün uğurlu bir məkandır. İlk böyük uğurumuzu, Avropa çempionluğumuzu Slovakiyanın Košice şəhərində əldə etmişik. İndi isə paytaxt Bratislavada ikinci dəfə qitə çempionu olmaq üçün gəlmişik. Əvvəlcə Košice'yə gələrkən komanda debutant idi. Daha da isə komanda elə də uğur qazanmamışdır və böyük uğurunu məhz 2022-də Slovakiya əldə etdi və indi bu dəfə Bratislavaya, paytaxta dünya çempionu kimi yollanmışıq. Dünya reytinginin lideri kimi yollanmışıq və bunu qitə çempionluğu ilə bir daha bu sahədə, bu idman növündə lider olduğumuzu göstərmək istəyirik. Qasımov saxlamağa çalışdı, amma buna nail olmadı. Qapıya zərbə olacaqmı? Qarşısını kəstilər. Burada isə qayda pozuntusu var idi. Məhəmməd Xəlilova qarşı qayda pozuntusu var idi və epizodun təkrarını izləyirsiniz. Rüzgar İbrahimzadə, Rəvan Kərimov, onun da ayağına zərbə vardı. Birinci hissənin sonunda Rəvan Kərimovla mübahisəli bir epizod oldu. Qapıya zərbə indirməyə çalışdığı anda hakim oyunu saxladı. Və deyərdim ki, bugünün birinci hissəsində ən yadda qalan, qol epizodundan sonra ən yadda qalan epizodlardan biriydi. Qapçımıza fikir verin, qapıya zərbə, ötürməkdir bu, təkrar zərbə alınmadı. Rəvanın üçüncü cəhdində isə topu uzaqlaşdırırlar. Ased Qasımov, onun hücuma çıxması İtalya milli komandasına çətin anlar yaşadır. Burada ilk cəhddə Məhəmməd Xəlilov fərqlənə bilmədi. Rəvanın təkrar zərbəsində qarşısını kəstilər. Rüzgar İbrahimzadə. İbrahimzadə yaxşı keçdi rəqibinə. İbrahimzadə topun yan xətdən çıxmasına imkan vermir. Rəvan Kərimov mərkəz oynadı. Qapıya zərbə, top qapının üstündən keçir. Daha bir təhlükəli hücum. Kənar Mirzəliyev topu qapının üstündən vurur. 34-cü dəqiqə. Pressing edirlər. Samir Həmzəyev rəqibinə qarşı pressing edirdi və topu da meydandan çıxardılar. Məhəmməd Xəlilov, Kənar Mirzəliyev topu oyuna daxil edəcək. Alınmadı. Növbəti out. Yanında olan komandorlaşıyla başladı. Rəvan Kərimov topu özündə saxlaya bilmir. Düz xəttin üzərində idi və bir qədər diqqətsiz davrandı. Out indi İtalya milli komandasınındır.
Bosniyadakı Avropa çempionatında da eyni qrupda qərarlaşmışlar və 5-0 hesabı ilə milli komandamız qalib gəlmişdi və mətbuat konferansında İtaliya millisinin baş məşqçisi Valtero Ferrari bildirmişdi ki, bu dəfə komandamız daha iddialıdır, daha güclü gəlib və rəqibimizin dünya çempionu olması ümumiyyətlə bu istənilən turnirdə dünya çempionları, Avropa çempionlarının iddialı komandalara qarşı zəif rəqiblər belə tam motivasiyayla çıxırlar, özlərini göstərməyə çalışırlar. Və bunu elə mətbuat konferansında Elşad Quliyev də bildirmişdi ki, rəqiblərimiz bizə qarşı yaxşı hazırlaşırlar və ona görə yeni hücum metodlarından istifadə edəcək. İndi boşluğa fikir verin. Vüsal boşluğunu açılmışdı, ötürmədə etdi, toxunuş olacaq mı? Amma gəlmədi. İtaliyalı qapçı Marco Vasquelio bugün İtaliya millisinin heyətində ən yaxşılardan da ötürməklə başladı. Pressing var. Oradan yaxa qurtarmağa çalışırlar. Milli komandamız pressing sayəsində topu aldı. Xətay Bağrov. Bir qədər də geriyə, amma bir qədər yöndən sötürməlində. Out İtalya millisinindi. Gabriele Natali. Pietro. Vasquelio. Marco Vasquelio mərkəzə kimi gəldi. Marco'nun zərbəsi. Qapçıların dueliydi. Seyid Qasımov. Qapısını toxunulmaz saxlayır. Vasquelio zərbə vuracağını təxmin etmək olardı. Önü boş idi və Seyid Qasımov gözlənilən idi və bu zərbənin də qarşısını kəsdi. Walter Ferraro etiraz edir. Burada etirazlara görə Pietro Portanario sarı vərəqə ilə cəzalandırılır. İtaliya milli komandasının 6 nömrəli futbolçusu rəsmi xəbərdarlıq edilir. Birinci hissədə də Isaac Lucas Ribeiro sarı vərəqə ilə cəzalandırılmışdı. 2 dəfə sarı vərəqə göstərir. İtaliya millisinin üzünə göstərilib indi. Top digər cinahdan, yan xətdən çıxır. Mehdi Rizayev. Mehdi'nin ötürməsi. Topu sinəsində yaxşı saxladı. Vüsal İsayev. Vüsal ötürmə yaxşı alındı. Cinah boyu ötürürlər. Pressing var. İndi yəqin ki, geri oynayacaq. Bəli. Seyid Qasımov. 2 İtaliya futbolçunun pressingi vardı. Sağ cinahda boşluğu var. Vüsal İsayev. Bir qədər narazılıdır. Rami Çovdarov topu düzgün ötürə bilmədilər. 38-ci dəqiqə. Hər şama milli komandamızın istədiyi kimi irəliləyir. Hər hissədə bir qol vurur və 2-0 hesablı üstünlüyü var. Vasquelio'nun zərbəsi top qapının üstündən keçirir. Vüsal Sayev. Eşkin Tağıyev. Eşkin. Qapçı ilə oynayır. Qasımov, Çovdarov. Cinah boyu ötürmə. Digər cinaha gəldi. Çatdı. Mehdi Rizayev. Geridən irəliyə doğru ötürülən boşluq varmı? Topa çatıb zərbə endirmə olacaq mı? Vasquelio düzgün mövqe seçmişdi. Vasquelio topu dərhal atdı. İrəliyir. Vasquelio qapı boşdur. Topu alıb topu boş qapıdan keçirmək olar, amma Vasquelio sona kimi mübarizə aparır. Səhvə yol vermədi və dərhal da geriyə qapısına doğru qaçırdı. Eşkin Tağıyev. Eşkin Tağıyev topu keçirə bilmədi rəqibdən. Eşkin 2 futbolçu ilə pressing etdi milli komandamız. Topu aldı, amma burada hakim fikrini səsləndirir. Yuri Bakoli üzünü tutur. Burada top da yan xətdən çıxmışdı. Marco Vasquelio geri qaydarkən bir qədər tələsdi. Əzələsində də artıb. İtaliya millisinin qapçısı və kapitanı oyuna davam edə bilməsə onu Andrea Lando əvəzləyəcək. Ehtiyat qapçısı. Təbii ki, bu İtaliya üçün daha ciddi itkidir. Seyid Qasımov, milli komandamızın qapçısı. Elə ilk dəqiqələrdən oyun quraraq diqqət mərkəzində idi. İkinci dəqiqədə də hesabı açdılar. İkinci hissədə də onun başladığı hücumlar hər zaman təhlükə yaradırdı. Elşad Quliyev bugün yaxşı mənada rəqibini təəccübləndirdi. Xüsusilə ikinci ötürməsində də bir epizodda Məhəmməd Xəlilov boşluğu açılmışdı ki, İtaliya milli komandasının futbolçuları boşluğu gözləmirdilər. Özünə məxsus tərzdə yeni yetirilmiş bir cərmə meydançasına doğru ötürülən bir top idi. Amma həmin epizodu dəyərləndirə bilmədi Xəlilov. Vüsal İsayev komandamızın ikinci qolunun müəllifi Vüsal. Onun formasından tutub çəkirdi. Düz hakimin göz önündə baş verirdi bu epizod. Hakim də dərhal da bitini səsləndirib ki, verin. Vüsalın formasından tutub dartırdı. İtaliyanın 22 nömrəsi Davide Zecchiniello
Ruziger İbrahimzadə meydana daxil olur. Geriyə Kənan Mirzəliyev də oyuna qoşuldu. Vüsalır, Hamid Çovdarovu əvəzləyir. Eşkim Tağıyev də istirahətə yollandı. Ağaseyid Qasımov. Xəlilov da oynadı. Ağaseyid Qasımovun zərbəsi yenə də. Qapçıların dueli bu dəfə Marko Vaskelio. Rəqib həmkarının zərbəsini dəxil edir. Ağaseyid Qasımov da zərbəsi ilə ondan heç də geri qalmadığını göstərir. Təxminən 2 dəqiqə əvvəl Marko Vaskelio onu sınağa çəkmişdirsə, bu dəfə əksini görürük. Ağaseyid Qasımov qüvvətli zərbə indirdi. Qapı qarşısına ötürülən top. Gürdən bir qədər istənilən zərbə gəlmədi. (2-0) hesab 41-ci dəqiqə. İnamla qələbəyə doğru addımlayır milli komandamız. Marko Vaskelio 4 real goldan xilas edib komandasını. İtaliya millisinin gol kiperi. Eyni zamanda kapitanıdır. Və İtalyanların ən təhlükəli zərbəsi də onun ifasında reallaşıb deyə bilərik. Rəvan Kərimov dərhal da geriyə. Ruziger İbrahimzadə. Yenidən Rəvan Kərimov. Rəvan. Boş zon olan komandalaşlarını axtarırdı. İbrahimzadə. Ağaseyid Qasımov. Kərimov. Kərimov rəqibin üzərinə gedir. Qapçılarını zərbə indirə bilər. Ağaseyid Qasımov qaldı boşdur. Qasımov ötürməyə etdi. Qapı qarşısına ötürülən top. Ruziger İbrahimzadə. İbrahimzadə top özündə saxlayır. Burada ələ toxunuş var idi. Ələ oynamışdı 9 nömrəli futbolçu Gabriela Natali. Ələ oynamışdı. Bəli, episodun təkrarını izləyirik. Ruziger İbrahimzadə. Bəli, top ələ dəymişdi və bu penaltidir. Hakim vara baxırlar. Amma açıq-aşkar top əlinə dəymişdi. İtaliyanın 9 nömrəsinin Gabriele Natali'nin varda yoxlanış gedir. Ruziger İbrahimzadə isə penalti nöqtəsində gözləyir. Açıq-aşkar ələ dəymişdi, amma hələ ki var yoxlanışı davam edir. Əslində yan xət hakimi, yəni ona yaxın olan yan xət hakimi, sağ cinahda olan hakim onu görməli idi. Özü getdi monitoru izləməyə. Gabriela Natali'ni diqqət mərkəzində göstərirlər. Bir daha qeyd edim ki, yerli publikanın diqqət mərkəzindədir. Azarkeşlər onu məşhur İtalyalı futbolçu Filippo Inzaghi'yə bənzətdiyi üçün daha çox diqqət mərkəzindədir. Və indi yenə də bu futbolçu diqqət mərkəzindədir. Bəli, penalti qərarı verilir. Başqa cür ola da bilməzdi, çünki top ələ dəymişdi. Vara baxdılar. Oradan sonra qərarını qətiləşdirdi Sloveniyalı Aleš Müller. 3-cü qolu vurma imkanı milli komandamızın və Bratislavada olan Azərbaycanlı azarkeşlər. Komandamızı dəstəkləmək üçün buradadılar. Ruziger İbrahimzadə ilə məhz onun fəallığı ilə penalti yarandı. 2-9 nömrənin mübarizəsində milli komandamızın 9 nömrəsi penalti qazandırdı komandasına və indi 44-cü dəqiqədə 3-cü qolu vurmaq üçün fürsət var. Ruziger İbrahimzadə və Marko Vaskelio qarşılaşması. Ruziger qapı xətti boyu hərəkət edir. Vaskelio. İbrahimzadə isə çox soyuqqanlıdır. Ruziger yaxınlaşdı. Ruziger çox hərəkət edirdi və topla və qapısını fərqli istiqamətlərə göndərir Ruziger İbrahimzadə. 3-0 milli komandamız yenə də İtaliya seçməsini darmadağın edir. 44-cü dəqiqədə 3-cü top qapıdan keçir, İbrahimzadə fərqlənir. Milli komandamız bu çempionatda 4 gol vurub ki, 4'ü də fərqli futbolçular ifasındadır. Avstriya ilə görüşdə İsa Atayev bu qarşılaşmada hesabı Rəvan Kərimov açmışdı. Ardınca Vüsal İsayev, indi isə Ruziger İbrahimzadə fərqləndi. Əsl kollektiv oyun nümunəsi komandamızdan vurulan 4 gol və 4'ü də fərqli futbolçunun müəllifidir. Olduğu bir belə deyək vəziyyət. Penaltidən fərqləndi Ruziger İbrahimzadə. Natali ilə mübarizədə topu
Gabriele Natali'nin eline değmişti. Topla topun qapıya gedən istiqamətdə əl oynamıştı Natali və buna görə də hakimlər penalti təyin etdilər. 45-ci dəqiqə. Milli komandamız artıq qələbəni təmin edib deyə bilərik. Düzdür, vaxt var, amma bu oyun tərzi ilə komandamızın qələbə qazandığını, onsuz da oyunun favoritidir. Qapıya zərbə, top qapının üstündən keçdi. Bu standart vəziyyətdən də yararlana bilmədilər İtaliyamız. Hələ vaxt var, hətta daha bir gol vurmaq da olar İtalyanların qapısına. Ruziger İbrahimzadə. Ağaseyid Qasımov. Ağaseyid Qasımov ötürmə. Burada isə Vasquerio düzgün mövqe seçmişdi. Topu da dərhal başlamağa çalışdı, amma səhvə yol verdi. Məhəmməd Xəlilov topu oyuna daxil edəcəkdi. Komanda yoldaşına buraxdı. Məhəmməd Xəlilov, Rəvan Kərimov topu ələ keçirirlər. İndi cinah boyu Eşkin. Eşkindən boşluğu çox yaxşı gördü. Qapıya zərbə olacaqmı? Mərkəzə Rəvan Kərimov. Zərbəsi istənilən kimi olmadı Rəvan Kərimovun. Üç hesablı bir üstünlük. Milli komandamız qələbə sayəsində play-offa vəsiqəni təmin edəcək. Amma sonuncu turda Fransa seçməsi ilə görüşdə əsas məqsəd qalib gəlib qrup liderliyini təmin etməkdir. Qrupdan maksimum nəticə ilə çıxmaq niyyətindədir milli komandamız. Bunu hər mətbuat konferansında dilə gətirir komandamızın baş məşqçisi. Mərkəzdən qrəzər olacaqmı? Ramizin ötürməsi cinah boyu. Ramiz Çavdarov. Ramiz keçdi. Ramiz qapçı yenə də əl oynayır. Marco Vasquerio. Bu sanki elə milli komandamıza qarşı tək başına döyüşür Marco Vasquerio. Ardıcıl sevlər. 5-6 dəfə komandasını Real qoldan xilas edir Marco Vasquerio. Ötürmə alınmadı bir qədər. Bərk alınmışdı ötürmə. Və out indi İtaliya milli komandasınındır. Walter Ferrari nə qədər iddialı danışsa da bu görüşdə komandamız dünya çempionu statusuna çıxdığı görüşdə əbəs favorit olmadığını vurduğu qollarla göstərir. Düzdür, bundan əvvəlki Avropa çempionatında İtalyanların qapısından 5 top keçirmişdi. Bu dəfə iddialı danışan Walter Ferrari komandanın gücləndirini bildirib. 5 yox, indi qapılarında 3 top görüblər. Böyük hesablı qələbədə istənilən halda həmin qarşılaşma da ikinci tura təsadüf etmişdi və nə qədər təsadüf etsə, bu dəfə də komandamız məhz İtalyanlarla ikinci turda üz-üzə gəlirlər. Hələ oyunun sonluğuna vaxt var. Daha bir gol vurmağı da olar İtalya milli komandasının qapısına. Vüsal, cinah boyu ötürmə. Yaxşı alınır. Sağ zinahda topu elə xəttin üzərində saxlayırlar. Ramiz Çavdarov mərkəzdə boşdur. Amma yenidən qapçı ilə oynayır. Ağaseyid Qasımov. Ağaseyid Qasımov ötürmə mərkəzə. Eşkin topu saxlaya bilmədi. Bir qədər boşluq var idi. Dərhal zərbə endirir İtalya millisinin üzvü. Luka Canali. Və ikincidən zərbə qazanır komandasına. Salvatore Giordano. Ötürmə ilə dərhal başladılar ikincidən zərbəni. Ramiz Çavdarovun qarşısını kəsir. Qapıya qüvvətli zərbə idi. Alınmadı. 49-cu dəqiqə epizodun təkrarını izləyirik. Bu arada isə hücum davam edir. Topu ələ keçirdi milli komandamız. Amma bir qədər İrəlidə diqqətsiz itirdilər. Yenə də az qala 2-1 yaxalayacaqdı milli komandamız. Ramiz Çavdarovun presingi var. Vasquerio. Marco Vasquerio ötürmə. Burada isə qaydanı pozmuşdular. 49-cu dəqiqədir. Oyunun sonluğu da artıq. İsa Tayyip. Qasımov. Eşkin Tağiyev. Cinah boyu oynuyor. Yenidən qapçımız Ağaseyid Qasımov. Üsal. Qasımov. Eşkin. 50-ci dəqiqə başladı. Birinci hissədə ilə 25-ci dəqiqə tamam olan kimi qarşılaşmanı saxlamışdı. Zərbəyə imkan verməmişdi görüşün hakimi. Qapıya zərbə olacaqmı? Bu hücum boşluğa fikir verin. İndi isə ötürmə yaxşı alındı. 4-cü qolu vurmaq olardı, amma son anda İtaliya millisinin futbolçusu toxnuş edir. Talih Babayev fərqlənə bilərdi.
Oyunun son saniyelerinde daha bir gol vurmaq imkanımız var. Hücum eden tərəf məhz milli komandamızdır. İsa Atayev. İsa ötürməyə başladı. Rami Çovdar'ın zərbəsi. Qüvvətliydi amma top qapının üstündən keçir. 50-ci dəqiqədə milli komandamız 3-0 hesabı ilə öndədir. Rəvan Kərimov. Hesabı açdı. Vüsal İsayev və Rüzgar İbrahimzadə. Ard-arda qollar vurdular. Bəli, milli komandamız 3-0 hesabı ilə İtaliya üzərində böyük hesablı qələbə qazanır. Azarkeşlərimizlə görürük. Və bu qələbə sayəsində Azərbaycan milli komandası xallarının sayını 6-ya çatdırır. Qrupda liderdirlər və play-offa vəsiqəni təmin edirlər. Fransa millisi 4 xalla ikincidir. Sonuncu turda məhz Fransa seçməsi ilə qrup liderliyi uğrunda komandamız görüşəcək. Bir daha xatırladım ki, elə ikinci dəqiqədə hesab açıldı. Rəvan Kərimov hesabı açdı. Vüsal İsayev ikinci gol vurdu. Rüzgar İbrahimzadə isə ekranlarda gördüyünüz 9 nömrəli futbolçu qarşılaşmada yekun nəticəni müəyyənləşdirdi. 3-0 milli komandamız qələbə qazandı. Azarkeşlərimizi təbrik edirik. Növbəti oyunda da Fransa ilə görüşdə də komandamıza uğurlar, qələbələr arzulayırıq. Bu isə reportajımızı Bratislavadan yekunlaşdırırıq. Növbəti reportajlarda da eşidilmək ümidi ilə bu qarşılaşmanı Ergün Fətəliyev şərh edirdi. Sağ olun, salamat qalın.